Çox dəyərli tərəzi burcu insanları, sizləri kanalımda xoş gördük. Baxaq görək, mart 2026-da sizləri nələr gözləyir? Mən Karma Astroloq və bu video yüksələn günəş, eləcə də ay burcu tərəzi olan hər kəs üçün çəkilir. İndi isə tərəzi burcu insanlarının karyera həyatı üçün bir kart çəkək. İki kart gəldi karyera həyatı ilə bağlı və bir kart tərəzi burcu insanlarının şəxsi həyatına çəkək. Bir kart sağlıq həyatına çəkək. Və bir kart baxaq görək sizə nəyi etmək olmaz, nəyi etməməniz düzgün deyil və yaxud əksinə nəyi etsəniz çox yaxşı olar, qurtula bilərsiniz. Və bir də baxaq ilahidən, evrəndən sizə hansı mesaj var. Bir də dəstənin sonuncu kartı. Kartımızı da qoyaq bura. Oxumamız da bizə yardımcı olacaq. Birinci başlayaq dəyərli tərəzilər. Sizin karyera həyatınızdan, sizin iş həyatınızdan, tərəzi burcu insanları. Baxın, mən sizi biraz keyfsiz, hisslərə qapılmış, hissləri ilə bağlı bir, necə deyim, daxili belə bir susqunluq yaşayan, biraz keyfsiz, biraz belə melanxolik, gərgin, əsəbi, hamıya acıqlı, elə bir özünüzə qapanmısınız, elə bil hamıdan qaçırsınız, heç kimlə ünsiyyət istəmirsiniz, hətta bu dərəcə. Belə bir əhval-ruhiyyə hiss edirəm və belə bir vaxtda, baxın, burada görürsünüz, ikinci bir kart gəldi. Bu kart təsadüf deyil. Bir nəfər, baxın, siz duyğularınıza, hisslərinizə, həyatınızda baş verən şeylərə odaqlandığınız, yəni fokuslandığınız zaman, pis olduğunuz zaman, başınız qarışıb, kimsə sizin nəyinizsə, həyatınızı mı, malınızı mı, pulunuzu mu, nəyinizsə oğurlayır, çalıb aparır, tamam mı? Və baxın, burada başqa insanlar da var, başqa birlər də var ki, onlar da sizin bu həyatınızdakı qarışıqlığın səbəbidir. Ortalığı qatıb qarışdıran əslində onlardır, o insanlardır. Amma o insanlar da sanki öz aralarında da yola getmirlər, bir-birlərini qırırlar, nəyinsə üstündə mübarizə, savaş aparırlar və siz mübarizənin, bu savaşın bir növ qurbanı olmusunuz, ortasında qalmısınız kimi görünür. Bu nədirsə bilmirəm tam olaraq, amma bu sizin iş yerinizdə baş verə bilər, yaxud da bu hadisələr evinizdə, ailənizdə baş verib sizin karyeranıza, pulunuza, paranıza, bu məsələlərə toxuna bilər. Qəti şəkildə pulunuzu, varidatınızı, yəni kimsə bu aralara etibar eləməyin, xüsusilə də mart ayında heç kimi inanıb nəyinizsə, qızılınız, pulunuz, hansısa sənədiniz ya nəysə bu tipli şeylər qəti şəkildə verməyin, çünki kimsə bunu etibar elədiyiniz təqdirdə fürsətə çevirə bilər və yəni ki, bu həmən insan üçün çox fürsət ola bilər, yaxşı fürsət ola bilər ki, sizi aldatsın, yəni sizdən nəysə qopartsın, çünki onun istədiyi də budur. Və gələk növbəti kart. Növbəti kart sizin şəxsi həyatınızla bağlıdır. Mən şəxsi həyatda, yəni hiss etdiyim qədərilə, başa düşdüyüm qədərilə tərəzi burcu insanları artıq yorulub və deyir ki, mən çox şey elədim. Mən çox gözlədim, mən çox əziyyət çəkdim. Bagösü burada insan kupaları yığıb üst-üstə, arxasını dönüb gedir. Deyirsiniz, indi mən getmək istəyirəm. İndi mən nəyisə bitirmək istəyirəm. Bilmirəm, ola bilər ki, evlisiniz, ola bilər subaysınız, ola bilər həyatınızda kimsə var və həyatınızda kimsə yoxdur. Bu o deməkdir ki, konkret kimdənsə ayrılırsınız. Bu çox mənalarda yozula bilər. Bu o ola bilər ki, hətta ailədə siz nəyisə düzəltməyə, nəyisə dəyişməyə çalışırsınız, yaxud nəsə üçün əziyyət çəkmisiniz, üst-üstə yığmısınız. Amma artıq görürsünüz ki, yəni sizin o elədiyiniz şeyin dəyəri, qiyməti bilinmir və o elədiyiniz şeyi dayandırırsınız, yarım buraxırsınız və deyirsiniz ki, alacağınız olsun da buyurun. Necə istəyirsiniz, elə də olsun. Yəni etdiyiniz bir şeyi və bu şəxsi həyatınızdadır, bir şeyi üst-üstə toparladığınız, yığdığınız, biriktirdiyiniz bir şeyi ya da verdiyiniz şəfqətdimi, qayğıdımı, sevgidimi, nədirsə artıq bunu yarım buraxırsınız.
Çünki deyirsən mən yorulmuşam, mən nə qədər etsəm də burdan bir şey çıxmır, nəticə vermir, dəyər görmürəm, qiymət görmürəm və tamam başqa bir şeyə, tamam başqa bir yerə mi deyim, tamam başqa bir işə mi deyim, tamam başqa bir insana mı deyim, həyata mı deyim, doğru yollanacaqsınız, yəni gedəcəksiniz. Bu təbii ki, bu getmək deyəndə yenə deyirəm, bu ayrılıq, real ayrılıqdan da burada söhbət gedə bilər ki, hiss edirəm çox o tərəzilər mart ayında evdən ayrı düşə bilərsiniz, qohumlardır, dostlardır, tanışlardır, kimilərini ata bilərsiniz, ayrıla bilərsiniz, yolunuzu ayıra bilərsiniz, yaxud da heç kimi gözləmədiyi münasibətləri məhz siz bitirə bilərsiniz. Məhz siz artıq münasibət bitirmək olmasa da artıq göstərdiyiniz qayğını göstərməyi dayandıra bilərsiniz, verdiyiniz əməyi dayandıra bilərsiniz və s. Belə növbədə gəlir sizin sağlıq həyatınız. Sağlıq həyatınızda sağlıq həyatınızda nə var? Sağlıq həyatınızda belə biraz mən hiss edirəm ki, nəsə üzlə bağlı, dəri ilə bağlı və yaxud da artıq çəki məsələləri ilə bağlı əziyyət çəkə bilərsiniz. Tərəzi bürcü insanları. Bir də tərəzi bürcü insanları üçün hiss elədiyim odur ki, sağlıqla bağlı biraz oksigen nəsə mən elə hiss edirəm, bəlkə səhv hiss edirəm, amma bir oksigen çatmazlığı, hava çatmazlığı, beynə oksigen çatmazlığı, yuxululuq, bax bu tipli durumlar ola bilər. Çox diqqətli olaq. Sonra gəlirik növbəti kartlara. Növbəti kartlarda nə var? Növbəti kartlarda nəyi etməməlisiniz və nəyi etməlisiniz kartları var. Baxın. Bu kartlar ikisi də bizə nə demək istəyir? Bu kartlar bizə demək istəyir ki, hər gün, yəni demək olar ki, nəsə bir məsələ var. Eyni anda bir çox problem ya da bir çox insan, bax bu üst-üstə yığılmış qılınclar hamısı hər gecə yatağa girəndə dərdini çəkdiyiniz ya adamlardır, ya problemlərdir, üst-üstə də yığılıb. Yəni konkret travmatik bir durum görünür. Siz bunun üçün ancaq ağlayırsınız. Belə başa düşürəm ki, bu sizin yuxunuza da, həyatınıza da, gecənizə də, gündüzünüzə də təsir edir. Deyir, bunu şəfalandırmaq lazım deyil. Baxın, deyir, etmə də. Bəsdir, deyir, balansda saxladın. Bəsdir qurtarmağa, xilas eləməyə, batan bir şey qaldırıb suyun üzünə nəfəs verməyə çalışdın. Artıq burax, deyir. Və nəyi etməməlisən? Artıq deyir, özünü bu vəziyyətə qoymamalısan. Deyir, bu qılınclar hamısı əgər bir-bir sənə dəyirsə çiynindən, bir-bir sənin bədəninə girirsə, onu deyir, tək səbəbkarı sənsən, deyir, sən edirsən, sən icazə verirsən. Bəs evrəndən sizə hansı mesaj var? Birincisi, tərəzi bürcü insanları yol çıxa bilər, yol gedə bilər. İkincisi isə tərəzi bürcü insanları tez bir zamanda kontrolü ələ almalısınız. Kontrolü ələ almalısınız və hətta onu da deyim ki, alacaqsınız da. Ən çətin günləriniz qalacaq arxada mart ayı ilə bərabər və siz kontrolü ələ alacaqsınız. Bunu biləsiniz. Xüsusilə də 6-cı, 7-ci aylar sizlər üçün yeni başlanğıc, kontrolü ələ almaq, nəhayət pis şeylərdən xilas olmaq, arınmaq ayları ola bilər ya da 6-7 vakit kimi də görə bilərik. Biz bunu həftənin də 6-cı, 7-ci günləri ola bilər. Amma tərəzi bürcü insanı həqiqətənmi sən idarə edə biləcəksənmi bu çox necə deyim həyatını da idarə edə biləcəksənmi? Bəli, idarə edə biləcəksən həyatını. Nəhayət o bir də neçə dənə problem varsa, sən də onları gərəksiz şeyləri, gərəksiz insanları əlində tutub zorla sıxıb aparmaqdan vaz keçib əsas problemlərə odaqlanacaqsan və idarəçilik qabiliyyətini geri alacaqsan. Bəs burada nə var? Burada belə bir para tuzu var, pul tuzu kartı var. Bu isə nəyin göstəricisidir? Bu fürsət. İlahi fürsət. Birincisi tərəzi bürcü insanlarına bir dənə pul gəlir. Böyük puldur. Nədirsə, ya ev təmir eləyəcəksiniz, ya maşın alacaqsınız, ya ev alacaqsınız, ya qızıldır, bilmirəm, hədiyyə də ola bilər, miras da ola bilər, dövlətdən də gələ bilər, maaş da ola bilər, amma həqiqətən göydən düşmə olacaq. Həqiqətən də bu pulun sizə gəlməyi sizin üçün çox şad, ürəyinizi açan bir şey olacaq. Sizi demək olar ki, sevindirəcək, həqiqətən sevindirəcək, çox xoş olacaq, çox təsadüfi olacaq, Allahdan gələn kimi olacaq. Bir də eyni zamanda da övlad həsrətində olan tərəzi bürcü insanları bu
övlada, yeniliyə, Allahdan sizə bir hədiyyə. Bu övlad da ola bilər, maşın da ola bilər, ev də ola bilər. Yəni çox böyük bir ilahinin əli ilə sizə verilən bir gözəl bir şey də ola bilər. Xeyirlisi deyək. Dəyərli tərəzilər, videonu bəyəndinizsə like edib yorum buraxmağı unutmayın. Hələlik görüşənədək.